Qazaxstanda bir palatalı parlamentə, qurultaya növbədən kənar seçkilər keçirilir. APA xəbər verir ki, ölkə üzrə ümumilikdə 10.423 seçki məntəqəsi fəaliyyətə başlayır. Onlardan 79-u 61 xarici dövlətdəki Qazaxstan nümayəndəliklərinin nəzdində yaradılıb. Səsvermə səhər saat 7:00-da başlayıb və 20:00-dək davam edəcək. Bununla yanaşı bəzi seçki məntəqələrində, məsələn, hərbi hissələrdə, fasiləsiz fəaliyyət göstərən istehsalat müəssisələrində, növbəli iş qəsəbələrində, istirahət evlərində, sanatoriyalarda, xəstəxanalarda və digər bu kimi yerlərdə seçki məntəqəsi komissiyası seçici siyahısına daxil edilmiş bütün vətəndaşların səs verməsi halında səsverməni istənilən vaxt başa çatmış elan edə bilər. Seçkilərdə 12.605.788 seçicinin səs verməsi gözlənilir. Qurultaya seçkilərdə deputat mandatları uğrunda 7 siyasi partiya mübarizə aparır. Ədalət, AUL, Baytak, Akyol, Ümumrespublika Sosial Demokrat Partiyası, Xalq Partiyası və Respublika. Qurultaya seçkiləri 42 xarici dövlətdən və 13 beynəlxalq təşkilatdan 777 beynəlxalq müşahidəçi izləyəcək. Müşahidəçilər arasında 41 ölkənin parlamentinin 138 deputatı da var. Qazaxstan Mərkəzi Seçki Komissiyası saat 10:00-a seçici fəallığının 17,96% olduğunu açıqlayıb.